Ermənistana qarşı torpaq iddiasını irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim Türk Azərbaycan torpaqlarıdır. Əgər onlar öz xalqının gələcəyi haqqında düşünürlərsə, onlar öz siyasətində dəyişiklik etməlidirlər. Qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlardan çıxmalıdırlar və Türkiyə qarşı əsassız ittihamlardan əl çəkməlidirlər. Əks təqdirdə Ermənistanın özünün müqəddəratı sual altına düşə bilər.